Ağstafalı arıçılar bu il hər pətəkdən 35 kiloqram, yəni ötən ilkindən təxminən 2 dəfə çox bal gözləyirlər. Bu gözlənti isə hazırda arıçılıq təsərrüfatında görülən işlərlə bağlıdır. Süjeti izləyək. Həm arılar nektar toplayır, həm də çiçəklər tozlanır. Bununla arıçılar da qazanırlar, bağ sahibləri də. Ceyran çöl düzənliyindəki 300 hektarlıq meyvə bağı bu günlərdə çiçəyə qərq olub. Ağstafanın bəzi kəndlərinin arıçılıq təsərrüfatları da ilk dəfədir bura köçürülüb. Arıçılar öz arıxanalarında bax belə bu cürə xüsusi tərəzilərdən istifadə edirlər. Belə ki, arı ailəsi tərəziyə qoyulur və gün ərzində arıların nə qədər nektar və güləm topladığı müəyyənləşdirilir. Ümumilikdə isə burada olan bütün arı ailələrinin orta hesabla gün ərzində nə qədər məhsul topladığını müəyyən etmək mümkündür. Elə tərəzisiz də görünür ki, arılar fəal işləyib nektar toplayırlar. Amma balın bol olması üçün təkcə çiçək bazası bəs etmir. Ağır keçən qışdan çıxan arı ailələrinə xüsusi qulluq da lazımdır. Əsas məsələ onları gənə xəstəliklərindən qorumaqdır. Bunun üçün tədbirlər görülür. Maşallah olsun, qurd qoyma da çox əladır. Hamısı bu cavan arılar çıxacaq bir neçə gündən sonra bu süfrələrdən və işçi arıların sayı artacaqdır. Bununla da məhsuldarlıq daha çox olacaq, daha çox yüksək səviyyəyə çatacaq. Deməli, Azərbaycanda bu il artıq yeni bir təhlükədə meydana gəlib, propolis gənəsi və bu gənələr deməli daha çox arı təsərrüfatlarına ziyan vurur və varroa gənəsi də yenə həmçinin və bu məqsədlə biz arılarımıza dərmanlama elədik və arılarımızın yemi az olan ailələrimizə isə yemləmə veririk ki, arılarımızı əsas bal mövsümünə hazırlayaq. Hal-hazırda mənim əlimdə tutduğum bu vasitə ana arıları ayırmaq üçündür. Yəni, ana arıların qurd qoymasının qarşısını almaq üçündür. Bu da hal-hazırda yox, təqribən may ayında istifadə edəcəyik ki, ana arı qurd qoymanı dayandırsın, aranı kəsəcək, arı ailəsində ananı yumurta qoymaqdan azad edəcəyik. Bunda nə təsir edəcək? Qoyulan süfrələrdə gənə yumurtası olmayacaq və gənənin artımı sürətlə azalacaq. Ötən il hər yeşikdən 20 kiloqram bal götürən arıçılar bu il 35 kiloqram gözləyirlər. Bunun üçünsə arı ailələri Ceyran çöldən sonra Qarayazı, ardınca Vəlixandakı Qaratikan meşələrinə də köçürüləcəklər. Alməmməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, ASTV xəbər.